Elə bilirəm ki, bu məktəb teması heç vaxt bitməyəcək və hələ də qərarsızam ki, Vaqoşu 6 yoxsa 7 yaşında məktəbə qoyum. Məni görən hər kəs deyir ki, 7 yaşında qoy, çünki 6 çox tezdir. Həm də ki, Vaqoşun ad günü oktyabrdadır və məktəbə gedəndə 5 yaşında gedəcək və 2 aydan sonra, daha doğrusu 1 ay yarım sonra artıq 6 yaşı olacaq. Çox qərarsızam, qalmışam. Zaur deyir ki, 6 yaşında qoy. Mən özüm düzü məndən olsa elə 7 yaşında qoyaram ki, daha çox başa düşsün məktəbi. Düşünürəm ki, hələ çox balacadır, oyuncaqlarla oynamaq istəyir. Hələ fikri dərsdə deyil. Siz yazın ki, neçə yaşında qoymusunuz və neçə yaşında qoysam daha yaxşı olar. Hal-hazırda isə mini bağçaya və məktəbə qədərə qoyuram. Özəl qoymuşam, məktəbin özündə qoymadım. Çünki biz buradan köçəcəyik və düşünürəm ki, hər dəqiqə müəllim dəyişmək heç düzgün deyil. Uşağa travma yaranır, həm də uşaq öyrəşənə kimi biraz çətin olur. Ümumiyyətlə balacalar məktəbə gedəndə baxıram ki, elə birinci siniflər hamısı ağlayırdı. Özüm də pis oldum ki, Vaqoş çox balacadır və mənsiz necə qalacaq? Düzü bağçaya qoyanda da təzə-təzə ağlayırdı, sonra öyrəşirdi. Bizim sinifdə bir oğlan var idi. İnanın ki, o bir ay dayanmadan ağladı, öyrəşə bilmirdi, heç kimdən dostluq eləmirdi. Elə bir aydan sonra yavaş-yavaş hamını başladı tanımağa və elə bir ki, öyrəşməyə başladı. Çox ağlayırdı, dayanmırdı, dərs keçə bilmirdi. Sizin uşaqlar necədir? Mütləq yazın. Ağladılar birinci sinifə gedəndə yoxsa yox? Yorumlarda etiraf eləyin. Məktəbin başlamağını gözləyirdiniz yoxsa yox? Elə qızlar var ki, dedi məktəb başlasaydı başım dinc olardı. Elələri var ki, əksinə məktəb başlayanda 100 dənə problem çıxır. Biz isə Vaqoşla həkimə gəldik. Həm pediatra, həm uziyə keçdik, həm də stomatoloqa. Vaqoşun dişində biraz problem var. Qaralmalar var və bizə çistka dedilər. Bilmirəm qızlar eləmişsə uşaqlara sedasiya ilə mütləq bildirin. Sonra isə gəldik pediküra. Artıq pedikürün vaxtı idi. Əslində heç bir ay keçməyib. Sadəcə yaya görə çox uzun saxlamışdım və krasovka geyinə bilmirdim artıq. Qəşəng pedikür elədim bardov rəngdə. Düşünürəm ki, tam qışın rəngidir. Həm də ki, laminasiya elədim. Mənim kipriklərim uzundur, amma düzdür. Linah Beauty-də qəşəng laminasiya elədilər kipriyimi, qaşımı və belə bir mənzərə ilə qarşılaşdım. Çox şirin, tərtəmiz bir şey idi. Nəysə, bu qədər qızlar. Vloqları bəyənirsinizsə like eləyib yorum yazmağı unutmayın.